Salam, paylaşdığım suallardan ilk ikisinin izahına baxacağıq. İndi başlayaq baxmağa. Deməli, baxaq. Deyir ki, A, B, C müxtəlifdir. Bunu qeyd edək. Müxtəlifdirlər və naturaldılar. Deyir ki, bizə bu bərabərliklərə görə A plus B, C-nin ən kiçik qiymətini, yəni A plus B plus C-nin biz minimum qiymətini tapmalıyıq. İndi mən burada hər tərəfi B-yə vura bilərəm. Buradan yazaq ki, dəqiq görünsün və izah edim. Bu bərabərsizlik verilib və bu bərabərsizlik verilmişdir. İndi baxaq davamına. Burada hər tərəfi B-yə vura bilərəm. Burada B-lər gedir vuranda. 4B. Hər tərəfdən də B çıxanda bu ifadə qaldı bizə. Və son olaraq burada da hər tərəfi C-yə vura bilərik. Və C-yə vursaq görürük ki, B plus C 5C. Buradan da C-ləri çıxsaq B də 4C-dən kiçik olmuş olur və bu ifadəni də aldıq. B-nin qiymətini gətirib yerinə qoysaq, burada qoymasaq da olar heç. Əvvəlcə bu ifadəyə görə A və B-nin minimum və C-nin minimum qiymətini tapa bilərik. B minimum 4 versək, 4. A minimum neçə çıxar? 13 çıxar. Və bizdə də cavablara baxırıq ki, daha kiçikdir. O zaman deməli, amma natural verməliyik. Onu unutmayaq. Deməli, baxaq minimum necə olar. Minimum olaraq əvvəlcə B-mizə 1 verək, B-yə 1 verək, B-yə 1. B-yə 1 versək, nə alınır? A böyükdür 3-dən, A minimum 4. B 1-dirsə C onsuz istənilən ala bilər. Ancaq demişdik ki, deməli B fərqli olmalıdır C-dən. Ona görə buna da 2 verməliyəm məcbur. Cəmlərin ən kiçik qiymətini 7 taparam. Burada çoxluqlardır. Bunu həmişə Venn diaqramı üsulundan etməyə çalışın ki, daha rahat görünsün. Mən bunun rəngini dəyişim. Aha. Dəqiqə. Heç bunlarsız seçək. Təxmini seçəcəm. Aha. Mən çoxluqlar videosunu izah eləmişim. Yenə də paylaşarım. A çıxaq B bura. B çıxaq A bura. Burada A kəsişsin B hissəsidir. İndi A çıxaq B 3'dür, B çıxaq A 3'dür. Bura K deyirəm. Ümumi də deyir 4K-dır. Yəni 6 üstə gələk K 4K. 3K 6, K 2. K 2 buranın 2 yaza bilərik. 2. Və bizdən A üstə gələk B-ni soruşur. Burada hər birinə ayrı-ayrı kəsişmə. Hər birinə ayrı-ayrı kəsişməni hesab edəcəm. Çünki A çoxluğuna həm kəsişmə, həm də bu hissə aiddir. 3 də gələk ki 5, həm də ki 2 üstə gələk 3 də 5. Cəmini soruşur deyə 5 də gələk 5 də 10. Yəni yekun 10 cavabını almış olarıq. O da A variantı. Bu ilk iki sualın izahıdır. Davamı kanalda olacaq.